Salam dostlar, trapesiya ilə bağlı belə bir isbat sualının həllinə baxaq. ABCD trapesiyasının AC diaqonalı iti bucağının tənbölənidir və AC CD-yə bərabərdir. İsbat edin ki, CD-nin kvadratı bərabərdir, AD vurulsun BC olar. AC tənbölən olduğu üçün bu bucaqların hər birini alfa ilə işarə edək. Daxili çarpaz bucaqların xassəsinə görə C bucağı da, yəni ACB bucağı da alfa olacaq. AC-nin CD-yə bərabər olduğunu verib, yəni bu hissələrə X ilə işarə etsək, bərabər yanlı üç bucaq olduğu üçün ACD, onda D bucağı da alfa olacaq. B bucağına beta ilə işarə etsək, deməli, ABC üst bucağının bərabər yanlıdır və oturacağı bitişik bucaqlar alfa-alfadır. Eyni qaydada ACD də bərabər yanlı üst bucaqdır. Oturacağı bitişik bucaqlar alfa-alfadır. Deməli, AC bucağı da, ACB bucağı da beta olar. Biz aldıq ki, üç bucaq ABC oxşardır üçbucaq ACD-yə. Oxşar üçbucaqların uyğun bucaq qarşısındakı nisbətləri bərabər olur. ABC üçbucağında beta bucağının qarşısında X dayanır, X-ın. ACD üçbucağında beta bucağın qarşısında bir B yazaq bu hissəyə. B-yə nisbəti bərabərdir. ABC üçbucağında alfanın qarşısındakı tərəfə, yəni BC tərəfə bir A ilə işarə etsək, A-nın ACD üçbucağında alfanın qarşısındakı X-a nisbətinə bərabər olacaqdır. Buradan alırıq ki, X kvadratı bərabərdir A vur B-yə. Yəni, burada çarpaz vurmadan istifadə etdik. Biz CD-nin kvadratı bərabərdir AD vurulsun BC bərabərliyini isbat etmiş olduq.